Qan uyğunsuzluğu nədir? Hamiləlikdə hansı problemlərə səbəb olur? Lazım olan müayinələr. Müalicə nədən ibarətdir? Hamiləlikdə mümkün risklər nələrdir? Qan uyğunsuzluğu varsa, növbəti hamiləlik üçün də müalicə tələb olunurmu? Uzman ginekoloq Gülşən Babayeva ətraflı cavablandıracaq. Sağlam səhhətdə. Sağlam səhhətə baxırsınız və qonağımız uzman cərrah mama ginekoloq Gülşən Babayevadır. Xoş gəlibsiniz doktor. Və biz həkimimizlə qan uyğunsuzluğu və qan uyğunsuzluğuna görə hamiləlikdə yaranan problemlər haqqında söhbət aparacağıq. Əgər hər hansı bir ginekoloji problemlə əziyyət çəkirsinizsə, həkimlə əlaqə saxlaya bilərsiniz. Bunun üçün 055 240 47 49 nömrəsinə zəng edə bilərsiniz. Doktor, ümumiyyətlə qan uyğunsuzluğu nədir? Nəyə qan uyğunsuzluğu deyilir? Ümumiyyətlə qan uyğunsuzluğu dedikdə biz daha çox rezus konflikti nəzərdə tuturuq. Rezus uyğunsuzluğunu nəzərdə tuturuq. Rezus uyğunsuzluğu isə nədir? Əgər ananın qanı rezus mənfi, atanın qanı isə rezus müsbətdirsə, bu kimi hallarda olan hamiləliklər rezus konflikt hesab olunur. Bunun bəzən tərsi olan durumlar da olur. Yəni ananın qanı negativ olur, mənfi olur, atanın qanı müsbət olur və yaxud da hər iki valideynin də qanı negativdirsə, bunlar rezus konflikt və ya qan uyuşmazlığı halı hesab olunmur. Doktor, o zaman hər ailə quran cütlük öncədən bu qanlarını yoxlamalıdırlarmı? Ümumiyyətlə, hər kəsin öncədən bir qan qrupunu bilir. Bilir. Bəzən bəzi yanlışlıqlar olur və s. Ona görə də əslində ilk baş vuran hamilələrdə biz hamiləlikdə aparılan rutin testlər var, hansı ki ilkin həftələrdə aparılır. O zaman qan qrupuna da baxmağımız məsləhətdir. Deyək ki, cütlük sizə müraciət edir. Nə qədər müddət hamilə qalmışsa qadın bu ümumiyyətlə sonsuz sayılır, doktor, problem sayılır? Çünki adətən üzr istəyirəm, toydan sonra xüsusən də evdə böyüklər varsa, qaynana, ana çox tələsirlər ki, nəvə sahibi olsunlar. Yəni bu cütlük ümumiyyətlə nə qədər vaxt özlərinə bir vaxt verməlidirlər hamiləlik üçün? Ümumiyyətlə 35 yaşına qədər olan qadınlarda evləndikdən sonra, yəni 1 illik düzənli cinsel ilişkiyə rağmen hamiləlik olmursa, bu artıq sonsuzluq hesab olunur. 35 yaşdan yuxarı qadınlarda isə bu müddət 6 ay hesab olunur. Yəni 6 aydan yuxarı bir müddətdə, 6 aydan fazla bir müddətdə hamiləlik olmursa, biz bunu artıq sonsuzluq hesab edirik və araşdırılmağa başlanmalıdır bu vəziyyət. Yəni ən azı o zaman 1 il gözləmək lazımdır, deyilmi? Bəli, yeni evlənən. Doktor, deyək ki, 1 il ərzində əgər qadın hamilə qalırsa, hamiləliklə bağlı müəyyən problemlər yaşayırsa, həkimə müraciət etdiyi zaman nə zaman qan uyğunsuzluğu faktorunu nəzərə alırsınız? Həkimə hamilə qaldı bir xəstə, hamilə pasiyent müraciət elədikdə bizim müəyyən məlumatlar toplayırıq. Yəni müəyyən xəstədən aldığımız bilgilər var. Bu bilgilərin içində biz qan qrupunu da daxil edirik və soruşuruq xəstədən bu zaman qan qrupunu. Əgər qan qrupu negativdirsə, bu zaman biz yoldaşının da qan qrupunu öyrənirik. Əgər yoldaşının qan qrupu pozitivdirsə, bu ilk hamiləlikdirsə adətən problem yaranmır. Amma yəni ananın qanı negativ, atanın qanı pozitiv olduğu durumlar rezus konflikt hesab olunur və biz bu zaman indrek Coombs testi dediyimiz testə baxırıq hamilələrdə. Bu şəkildə. Doktor, bəs qan uyğunsuzluğu hansı problemlərə səbəb ola bilər? Qan uyğunsuzluğu zamanı biz adətən ilk hamiləlikdə hər hansı bir uşaqda problem yaranmır. Biz adətən sonrakı hamiləliklərdən qorxuruq. Bu zaman proses necə baş verir? Mən bunu qısaca izah edeyim ki, insanlara aydın olsun. Deməli, dedik ki, ananın qanı negativ olduğu durumlarda, qan uyuşmazlığı varsa ana ilə ata arasında, əgər uşağın da qanı rezus müsbətdirsə, bu zaman ananın immun sistemi uşağın qan hüceyrələrini, dölün qan hüceyrələrini yad cisim kimi qəbul eləyir. Və ananın orqanizmində dölün qan hüceyrələrinə qarşı immun sistem tərəfindən anticisimlər oluşmağa başlayır. Yəni bir orqanizmin müqavimət, orqanizmin özünü qoruma mexanizmi işə düşür. Bu immuni sistemimiz bizim bu şəkildə işləyir. Və dölün orqanizminə qarşı anticisimlər sintez olunmağa başlayır. Və bu anticisimlər adətən ilk hamiləlikdə yenə də qeyd edeyim ki, bir problemə səbəb olmur. İlk hamiləlikdə o zaman problemə səbəb ola bilər ki, ilk hamiləlikdə dölün qan dövranı ilə ananın qan dövranının qarışdığı durumlar olur bəzən. Hamiləlikdə qanama olsun, travma olsun və yaxud invaziv işləmlər keçirilibsə, birazdan bunlara daha ayrıntılı izah verəcəm. Bu durumlarda belə risk ola bilər ilk hamiləlikdə. Bu anticisimlər adətən sonrakı hamiləliklərdə təhlükəli ola bilər. Sonrakı hamiləliklərdə dölün hemolitik xəstəliyi dediyimiz və bəzən daha təhlükəli, yəni vaxtında qarşısı alınmadıqda döldə fetal hidrops və ən ağır hallarda isə dölün ana bətnində ölümünə qədər gətirib çıxara bilər. O zaman doktor, əgər birinci hamiləlik uğurla keçibsə, cütlük sağlam bir övlada sahib olubsa,
müəyyən müddət sonra ikinci uşağa da sahib olmaq istəyirlərsə, nələrə diqqət etsinlər doktor? Yəni həkim nələrə diqqət edir? Hansı tədbirləri alır ki, ikinci hamiləlik normal keçsin? Belə deyim. Rezus konflikt olan qadınlarda ümumiyyətlə biz hamiləliyi bu şəkildə aparırıq. Hamiləliyin 28-32-ci həftələri arasında rezus konflikt olan qadınlarda indirekt Coombs testinə baxırıq və indirekt Coombs testinin neqativ gəldiyi durumda biz hamilələrə roqam dediyimiz bir iynə vururuq. Bu roqam iynəsi döldə həmin yaranan anticismlərə qarşı anti-immunoglobulindir. Yəni o anticismləri bir növ neytrallaşdıran bir iynədir. 28-32 həftələrdə bu iynəni vururuq və bütün hamilələrə, bütün neqativ olan hamilələrə vururuq. Əslində, yəni uşağın qan qrupu pozitivdirsə bu anticismlər yaranır. Amma biz hər kəsə rutin vururuq. Çünki topluma baxacaq olursaq, toplumun 85%-də rezus müsbətli qan qrupu, 15%-də rezus mənfidir. Ona görə də ana bətnindəki uşağı biz rezus müsbət qəbul eləyib, roqam iynəsini vururuq. Bəzən əslində yəni bizim ana bətnində qan qrupunu öyrənmə gibi şansımız olsaydı, negativ olan dölün qan qrupu negativ olan hamilələrə bu iynəni vurmağa əslində ehtiyac yoxdur. Sadəcə olaraq müasir zamanda əslində bu dölün qan qrupunu öyrənmək mümkündür. Sadəcə olaraq bunlar maliyyəti çox yüksək testlər olduğuna görə bəli, rutin istifadə olunmur. Biz hamilələrə rutin 28-32-ci həftələr arasında qan uyuşmazlığı iynəsini vururuq. Ondan sonra bu iynənin qoruyuculuğu bir də qeyd edeyim ki 12 həftədir. Ona görə biz bunu 28 həftədə tətbiq edirik ki, normal doğumu təxminən 38-40 həftələr arasında doğum artıq başa çatmış olur. Əgər ki hamiləlik 40 həftənin üzərinə keçərsə, bəzi yayınlar var ki, bu iynənin təkrar bir dozada ikinci dəfə təkrarlanmasını qeyd edən yayınlar da var, amma bu açıqcası rutin istifadə olunmur. Demək, və bu cür doktor, həkim bu iynələri vurduğu zaman tamam sağlam uşaq dünyaya gəlir, yəni o hamiləlikdə heç bir problemlə üzləşmir hamilə qadın. Bəli, adətən əgər ki əvvəlcədən immunizasiya getməyibsə, əvvəlcədən antikor, anticism yaranmayıbsa, hamiləlikdə hər hansı bir problem olmur. Biz bu ilə və sonra 40-cı həftədə doğum gerçəkləşdikdən sonra uşağın qan qrupuna baxırıq. Əgər uşağın qan qrupu pozitivdirsə, yenə 48-72 saat ərzində anaya ikinci doza immunoglobulini vururuq, anti-immunoglobulin iynəsini vururuq. Yenə çünki doğum gerçəkləşdi. Biz axı 28 həftədə vurmuşduq. 12 həftəyə qədər dedik ki, onun keçərliliyi var. Artıq qan qrupu pozitiv gəlibsə, doğum baş veribsə, yenə ananın qanı ilə dölün ana qanında dölün qan hüceyrələrinə qarşı antikorlar yaranacaq. Bir sonrakı hamiləliyi qorumaq məqsədi ilə növbəti hamiləliyi qorumaq məqsədi ilə biz bu iynəni tətbiq edirik. Bir də qeyd edeyim ki, əgər hamiləliyin erkən həftələrində qanama baş veribsə və yaxud da bəzən hamiləlikdə bəzi iləri tanı testlərinə ehtiyac olur, amniosentez, kordosentez dediyimiz testlərə ehtiyac olur və yaxud da qadın abort və yaxud abortlar və yaxud düşüklər baş verirsə, o zaman da bu iynənin tətbiq olunması lazımdır. Doktor, deyək ki, ikinci uşaqda həkimin nəzarətində dünyaya gəldi, heç bir problem olmadı. Ailə üçüncü uşağı da planlaşdırırsa, yenə eyni yanaşma olur? Bəli, yenə eyni yanaşma. Və belə davam edə bilərmi? Deyək ki, üçüncü uşaqda, dördüncü uşaqda olmasa nə ola bilər, doktor? Sadə bir dildə izah edə bilərsinizmi? Deyək ki, misal üçün, heç ailənin xəbəri yoxdur ki, qan uyğunsuzluğu deyə bir anlayışı var, heç məlumatı yoxdur, birinci uşaq sağlam oldu, ikinci uşaq heç bir həkim nəzarətində qalmadan hamilə qalıbdır. Nələr baş verə bilər bu hamilədə? Qan uyğunsuzluğuna görə nə ola bilər? Təəssüf ki, bu hallar baş verir. Bizim nə qədər istəmədiyimiz bir durum olsa da və hal-hazırda əslində roqam iynəsi çox əlçatan bir şeydir. Yəni bir roqam iynəsi, yəni müasir bir ölkədə bu əslində çox əlçatan bir şeydir. Amma təəssüflər olsun ki, yenə də periferiyada və s. bundan xəbərsiz olan xəstələrimiz olur. Və xəstə bizə müraciət eləyir, hansı ki qan uyuşmazlığı olub ilk hamiləliyində və təəssüf ki, sorğulanmayıb və yaxud abort keçirib. O abortda hansı ki qan uyuşmazlığı iynəsi vurulmalı idi abortdan sonra. Bu iynə vurulmadıqda qeyd etdiyim kimi immunizasiya yaranır. Biz o iynəni vururduq ki, o anticismləri neytrallaşdıraq. Əgər iynə vurulmayıbsa, o anticismlər neytrallaşdırılmır. Və qadında bir sonrakı hamiləlik baş verdikdə biz bu hamiləliyi artıq yüksək riskli hamiləlik hesab olunur və bu hamiləlik çox ciddi həkim nəzarətində həyata keçirilməlidir. Belə bir hamilə bizə baş vurduqda, biz ilk növbədə yenə ilk gəlişində hamilədə indirekt Coombs testinə baxırıq. Əgər indirekt Coombs testi pozitiv gəlibsə, bu artıq deməkdir ki, yəni ananın qanında dölün qanına qarşı anticismlər var. Ona görə də biz o anticismlərin titrinə baxırıq.
Və doktor qeyd etdiniz ki, bu xəstələr xəstə deməyək də bu hamilələr ciddi həkim nəzarətində olmalıdır. Ciddi həkim nəzarəti deyiləndə nəyi nəzərdə tutursunuz doktor? Məsəl üçün normal hamiləlikdən fərqli olaraq əlavə olaraq hansısa müayinələrə ehtiyac olur? İndi onu qeyd etmək istəyirəm. Bəli. Bu hamilələrdə biz antikor titrəsinə baxırıq. Antikor titri, yəni anticism titri 1/16-nın altındadırsa, biz bu titrinin təkrarını 4 həftədə bir bunun təkrarını edirik və artıq 37-38-ci həftəyə çatdıqda isə doğumu başa çatdırırıq. Əgər titr normaldırsa, titrdə yüksəklik yoxdursa. Amma bəzən titr də yüksək ola bilir. Əgər bu titr 1/16-nın üzərindədirsə, artıq bu titrə baxmağımızın da heç bir mənası yoxdur. Çünki ananın qanında uşağın orqanizminə qarşı kifayət qədər antitel sintez olunub. Və o antitellər uşağın qan hüceyrələrinə hücum eləyir. Bu o deməkdir. Ona görə də biz bu hamiləliyin 16-cı həftəsindən etibarən dölün orta beyin arteriyası dediyimiz arteriyalara Doppler müayinəsi vasitəsilə müayinə eləməliyik. Doktor, bununla bağlı əlavə suallarım olacaq sizə. Hazırda telefon xəttində həkim Gülşən Babayevanın pasiyentidir. Salam, xoş gördük sizi. Salam. Özünüzü təqdim edə bilərsinizmi? Osmanova Yılmazdır. Gülşən doktorun pasiyenti olmuşam, pasiyentiyəm hal-hazırda da. Hal-hazırda da pasiyentisiniz. Öyrənmək olarmı hansı şikayətlə bağlı həkimə müraciət etmişdiniz? Biz rezus mənfidir. Demək olar ki, mən 3 aylıq hamiləykən mənə həkimlər söyləyirlər ki, yəni aldırmalısan, bu heç cürə başa verə bilməzsən, yəni sağlam qurtara bilməzsən. Şükürlər olsun ki, Gülşən doktor Allah bizim qarşımıza çıxartdı. Çox sağ olsun, çox təşəkkür edirəm ona ki, yəni bizi belə bir xoşbəxtliyi bizə yaşatdı. Yəni çox təşəkkür edirəm Gülşən doktora. Hazırda hamiləliyin neçənci ayındasınız Elnaz xanım? Biz tamamlamışıq, başa vurmuşuq hamiləliyimizi. Bəli. Bəli, 38 həftədə artıq sağlam dünyaya övlad oldu. Səsini də eşidirik, körpəni. Bəli. Bəli, qucağımdadır hal-hazırda. Özü də həkimini salamlayır. Biz həkimimdən yəni çox razıyam. Allah razı olsun ondan. Çox razıyam. Yəni uşaq olsa belə, yəni hamiləlikdən qurtarsam da mən ondan yəni əlaqəni üzmürəm. Yəni həmişə, hər zaman da mən onun pasiyentiyəm. Elnaz xanım, bir sual verim sizə. Necə oldu ki, məhz Gülşən Babayevanı seçdiniz bu qədər çox ginekoloqun içərisindən? Bilmirəm, Allahın bizə məsləhəti idi, bizə vasitəçi idi. Vallahi bir dəfə getdim, mən gördüm həqiqətən də həkim kimi bilirsiniz necədir? Həkimin xəstəyə qarşı, pasiyentə qarşı münasibəti əsasdır. Müalicədən də önəmli, ən önəmlisi onun gülərüzü, mehribanlığıdır. Bu da Gülşən doktorda var. Onun bu mehribanlığı məni cəlb elədi və mən bir daha, yəni başqa həkimlə heç vaxt getmədim başqa həkimin yanına. Təşəkkür edirik Elnaz xanım, zənginizə görə çox sağ olun. Siz sağ olun, siz sağ olun. Bu xəstə hekayəsi haqqında da məlumat verə bilərdinizmi? Doktor 3 ayında müraciət etdim dedi. Deməli, mən bu xəstənin hekayəsi haqqında məlumat verim sizə. Bu çox ciddi, yüksək riskli hamiləlik idi. Deməli, anamnez bu şəkildə idi. Əvvəlcə rezus konflikt olur, 2 hamiləlik olur bu rezus konfliktlə və heç birində qadına immunoglobulin, yəni antirogam dediyimiz iynə vurulmur. Və bundan sonra qadının 3-cü hamiləliyi baş verir və bu 3-cü hamiləlikdə... Çox üzr istəyirəm, belə olan halda hamiləlik düşüklə nəticələnir? Yox, düşüklə nəticələnmir. Bu hamiləliyin gedişatını mən izah etdikdə sizə aydın olacaq nə demək istəyirəm. Deməli, 3-cü hamiləlik baş verir. 3-cü hamiləlikdə qadına artıq bu immunorezus konflikt barədə məlumat verilir. Amma artıq bu təbii ki, çox gec idi. Çünki artıq ananın qanında antikorlar kifayət qədər yaranmışdı. Və bu hamiləlikdə yenə titr və s. baxılmır. Sadəcə olaraq körləməsinə bir roqam iynəsi vurulur 28 həftədə. Lakin bu ilə vurulmağına baxmayaraq 37-ci həftəyə çatdıqda artıq qadında yəni ana qarnında döl ölmüşdü. Yəni o 3-cü uşağını tələf olmuşdu, bəli. Və bu əlbəttə ki, bir ana üçün 38 həftəyə qədər gəlmiş bir uşağın artıq tələf olması bir ana üçün çox travmatik bir vəziyyətdir. Həm ana üçün, həm düşünürəm həkim üçün də bir travmatik bir vəziyyətdir. Sonra təkrar bir hamiləlik baş vermişdi və bu hamiləlikdə Elnaz xanım mənə müraciət elədi.
Biz bu hamiləliyə başladıq elə 12-ci həftədən, bəli, 12-ci həftədən etibarən ilkin tarama testlərini və s. elədik. Ondan sonra 16-cı həftədən etibarən, bir də qeyd edeyim ki, titr çox yüksək idi. 1/256 səhv eləmirəmsə, səhv yadımda qalmayıbsa, titri çox yüksək idi. Yəni artıq titr baxmağın da heç bir mənası yox idi. Roqam iynəsi vurmağın artıq zaten heç bir mənası yoxdur. Titr yüksəkdirsə, bayaq qeyd eləmədim onu. Artıq roqam iynəsi vurmağın heç bir mənası yoxdur. Biz həmin qadını, Elnaz xanımı 2 həftədə bir Doppler müayinəsi elədik. Dölün orta beyin arteriyalarına Doppler müayinəsində baxırdıq. Bizim üçün orada önəmli olan dölün orta müəyyən parametrlər var. O parametrin üstünə çıxmadığı sürəcə, yəni izləyicilər üçün bu elmi olduğuna görə buraya heç toxunmuram. Bəli. Demək, o müəyyən titrin altında olması bizim üçün önəmlidir. O titrlə takib etdik. 2 həftədə bir mən o hamiləni çox yaxın takib elədim. Və çox şükürlər olsun ki, 38-ci həftədə də doğumunu sağ-salamat başa çatdırdıq. Təbii doğuşdan oldu, doktor? Yox, keysəriyyə əməliyyatı ilə. Doktor, o sualı da mütləq sizə verəcəm. Adətən xanımlar daha çox keysəriyyə əməliyyatına üstünlük verirlər, amma həkimlər isə təbii doğuşu daha çox təbliğ edirlər. Hər halda siz də təbii doğuşun tərəfdarısınız. Əlbəttə. Nəyə görə? Bir izah edə bilərsinizmi? Belə deyim. Çünki normal doğum, belə deyək, əgər mən bəli, təbii doğumun tərəfdarıyam. Amma ki, buna həm ananın, həm də uşağın orqanizmi, uşağın yəni fiziki xüsusiyyətləri imkan verirsə, biz o zaman təbii ki, normal doğuma üstünlük verməliyik. Bəzən ola bilər ki, bəzən təbii doğuş qeysəriyədən daha travmatik keçə bilər. Ona görə burada diqqətli seçilməlidir. Hansı qadına normal doğuş eləyəcəyik, hansı qadına qeysəriyyə yolu ilə doğuş eləyəcəyik. Nəyə görə təbii doğuşa daha çox üstünlük veririk? Çünki ilk növbədə bir əməliyyat icra olunmur. Hər bir əməliyyat, belə deyək, hər bir əməliyyatda bir qadın üçün bağırsaq zədələnmə, sidik hissəsinin zədələnmə riski var. Ona görə də biz hər zaman təbii doğuşa daha çox üstünlük veririk. Və təbii ki, hər nə qədər də artıq müasir zamanda ailələrdə uşaq sayı azalmış olsa da, ən az bir ailədə 2 uşaq sahibi olur. Və hər sonraki qeysəriyyədə ana üçün risk faktorları daha çox artır. Bəli, ona görə də biz hər zaman normal doğuma daha çox üstünlük veririk. Amma qeyd elədiyim kimi, əgər normal doğum ana üçün daha travmatik keçəcəksə, bəzən qeysəriyyədən daha travmatik ola bilər, daha ağırlaşmalarına keçə bilər. İstər bağırsaq cəhətdən olsun, istəyir yaralanmalar və s. Göz problemi də ola bilər bəzən. O zaman bəli, əlbəttə. Yox, göz problemi əslində səbəb olmur, doktor. Yox, deyil. Orada diqqət elədiyimiz daha fərqli durumlar var. Ona görə də hər zaman ananın, dölün vəziyyəti nəzərə alınaraq hansı üsul ən optimaldırsa, onu seçməliyik. Hansı halda mütləq qeysəriyyə əməliyyatı lazımdır, doktor? Yəni təbii doğuşa götürmürsünüz? Ana ilə dölün uyğunsuzluğu, çanaq uyğunsuzluğu varsa, yəni o artıq son həftələrdə müəyyənləşdiririk onu. Əgər ki, çıxımda qalacaqsa, bu zaman dölün asfiksiyasına səbəb ola bilər, döldə körpücük sümüklərinin qırılmasına səbəb ola bilər. Bu kimi durumlarda və s. və yaxud əvvəlcədən ananın keçirilmiş uşaqlıqda əməliyyatları varsa, miyom əməliyyatı olubsa və s. əməliyyatlar olubsa, bu zaman qeysəriyyə əməliyyatı icra eləməliyik. Artıq normal doğuş uşaqlığın cırılması ilə nəticələnə bilər, təhlükəlidir. Bu və s. digər kimi hallarda. Doktor, birinci uşaq qeysəriyyə əməliyyatı ilə dünyaya gəlibsə, ana ikinci uşağı təbii doğuşla dünyaya gətirə bilərmi? Əslində mümkündür. Bu zamanda yenə çox diqqətli olunmalıdır. Çox yaxın takib olunmalıdır yenə. Çünki burada uşaqlığın cırılma riski var. Amma kifayət qədər ilki sezaryen olub, sonrakında normal doğumu normal yola başa çatan kifayət qədər xəstə var. Bu zamanda yenə dediyim kimi diqqətli seçilməlidir. Ana ilə dölün vəziyyəti çox yaxın təqib edilməlidir bu kimi hamilələrdə. Yəni doğuş prosesi çox yaxından təqib edilərək sağlam şəkildə başa çatdırıla bilər. Bir də doktor, biz düşünürük ki, bir qadın hamilədirsə, hətta problemi olmasa belə ayda bir dəfə ultrasəs müayinəsinə keçməlidir. Buna ehtiyac varmı, doktor? Yəni rutin olaraq bütün hamilələr demək olar ki, hər ayın əvvəli yaxud sonu ayda bir dəfə ultrasəs müayinəsinə keçirlər. Hamilələrmi? Bəli. Hamilələr üçün bəli. Mütləq ayda bir dəfə lazımdırmı bu müayinə? Ümumiyyətlə, mən hamiləliyin gedişatı haqqında danışım necə biz eləməliyik. İlk gəliş nə zaman olmalıdır, digər gəlişlər nə zaman olmalıdır? Gəlin belə danışaq o zaman, doktor. Bir qadın bugün hamilə olduğunu öyrəndisə, ilk nə etməlidir? İlk ginekoloq axtaracaq 100%. Bəli, ilk ginekoloqunu axtarmalıdır. İlk olaraq, deməli, evdə hamiləlik testi eləyirsə, bu pozitiv gəlirsə, artıq demək olar ki, 5-6 həftəlik hamiləliyə uyğun gələn bir perioda uyğun gəlir. Çünki hamiləlik testi təxminən
dölün implantasiya olduğu dövrdən təxminən bir həftəyə qədər sonra artıq pozitiv çıxmağa başlayır. Bu zaman artıq bir ginekoloqa müraciət etməlidir. Yəni 12 həftəni gözləməməlidir. Nəyə görə? O test pozitiv olsa belə, bəzən uşaqlıqdan kənar hamiləlik baş verə bilər və bu uşaqlıqdan kənar hamiləlik çox ciddi bir vəziyyətdir. Vaxtında bir qarşısı alınmadıqda borunun cırılması və ana üçün həyati təhlükəyə qədər gətirib çıxara bilər. Ona görə də hamiləlik testi evdə pozitiv gəlibsə, bir ginekoloqa müraciət eləyib, ultrasəs müayinəsi vasitəsilə dölün həqiqətən də uşaqlıq boşluğunda yerləşib-yerləşmədiyini təsbit eləməlidir. Bundan sonra zaten başlamayıbsa foltursu başlanacaq. Foltursu bilirik ki, dölün onurğa beninin inkişafı üçün çox lazımlı bir vitamindir. Ondan sonra növbəti gəliş olur 12-ci həftədə. 12-ci həftədə hamilə bizə müraciət elədikdə artıq rutin hamiləlikdə bizə lazım olan rutin qan testləri var, hansı ki, bura daxildir infeksiya paneli, rutin qan müayinəsi və s. qan, sidik və s. müayinələr bunlar icra olunacaq və dölə tarama testləri, ikili tarama testi dediyimiz bir testi icra edirik ki, hansı ki, bu döldə Down sendromu və dölün onurğa beninin inkişaf qüsuru açısından bir tarama testini icra edirik. 12-ci həftədə etdik, sonraki gəlişimiz olur 16-cı həftədə. 16-cı həftədə yenə dölün inkişafına baxırıq, orqanların gelişimi və s. Sonraki yenə 4 həftə sonra 20-ci həftədə Doppler müayinəsi icra edirik. Doppler müayinəsi dediyimiz əslində ayrıntılı ultrasondur bizim üçün. Orada hər hansı döldə onurğa inkişaf qüsuru və s. varmı, yoxmu deyə ətraflı şəkildə müayinə olunur. Sonraki gəliş yenə 4 həftə sonra təxmini 24-28 həftələr arasına təsadüf edir bu dönəm. Bu sağlam hamiləlikdir, deyil mi sağlam, doktor? Rutin, heç bir problemi olmayan, bəli, rutin bir hamilə üçün bu gəlişlər mütləqdir. 24-28 həftələrdə biz hamilələrə şəkər yükləmə testi eləyirik. Çünki bəzən gizli şəkər ola bilər hamilələrdə. Hamiləlik şəkəri də deyirlər onu. Bəli, hamiləlik şəkəri ola bilər. Bəzən hamilələr bu testə ehtiyac görmürlər. Çünki sadəcə olaraq aclıq qan şəkəri ilə bunun müəyyən olunacağını düşünürlər, amma elə deyil. Biz burada şəkər yükləmə vasitəsilə, yəni aclıq şəkəri normal gəlsə belə, hamiləlik şəkəri mövcud ola bilər. Şəkər, gestasional diabet dediyimiz durum mövcud ola bilər. Ona görə şəkər yükləmə eləyirik, digər lazım olan qan testlərinə baxırıq, yenə çocuğun gelişiminə baxırıq eyni zamanda. Sonraki gəliş təsadüf eləyir 4 həftə sonraya, 32 həftə olur bu təxminən. Ondan sonra isə biz daha yaxın izləmək istəyirik. Çünki artıq gəlir miad yaxlaşır, doğum yaxlaşır. Bizim üçün daha kritik dönəmlər başlayır ki, hansı ki, yaxından takib edirik. Bu zaman takibləri bir qədər sıxlaşdırırıq. 2 həftədə bir hamiləni görsək daha yaxşı olur və sonra isə doğumu planlaşdırırıq. Doktor, adətən qadınlar artıq hamiləliyin 5-ci, 6-cı ayında qərar verir. Mən təbii doğum istəyirəm, yoxsa qeysəriyyəm istəyirəm. Olurmu ki, sırf qeysəriyyə fikri ilə, arzusu ilə sizə müraciət edən pasiyenti fikirlə daşındırıb təbii doğuşa yönəldəsiniz? Psixoloji cəhətdən də hazırlıqlı olmalı deyilmi o xəstə? Çünki aylarla o özünü köklür ki, mən qeysəriyyə əməliyyatı olacağam, yaxud aylarla özünü köklür ki, mən təbii doğuş olacaq məndə. Amma həkimin verdiyi qərarla bəzən bu fikri dəyişməli olurlar. Bəli, belə deyim. Bəzən hamilələr son dönəmlər özəlliklə artıb. Zaten dünya, yəni Türkiyə, Azərbaycan kimi, bizim kimi ölkələrdə statistikaya baxsaq, son dönəmlər keysəriyyə əməliyyatlarının sayının artdığını görürük. Bu da təbii ki, qadınların artıq normal doğumdan qorxması, keysəriyyə əməliyyatına daha çox üstünlük verməsi, doğum ağrıdan qorxması və s. Burada bunun arxasında müxtəlif faktorlar dayanır. Əlbəttə, bir xəstə müraciət etdikdə mənim ilk çalışdığım şey onu daşındırmaq olur fikrindən. Amma bu tibbdə belə bir şey var, literaturda da, bu kitablarda da qeyd olunur. Yəni, əgər bəzən qadın həqiqətən o doğumu qaldıra bilmirsə, heç bir əks göstəriş yoxdur. Yəni, ananın fiziologiyası uyğundur, çocuq üçün heç bir əks göstəriş yoxdur normal doğuma. Amma bunu ananın psixoloji durumu qaldırmır. Ana bəzən ola bilir ki, doğum sancısı çəkərkən psixoza belə girə bilir. Bu durumlarda əlbəttə ki, biz hamiləni məcbur eləyə bilmərik ki, sən normal doğacaqsan. Və bir də onu qeyd edeyim ki, bizim xəstəxanamızda həmçinin biz qadınlara doğuşdan öncə və doğuşdan sonra psixoloqumuz, klinik psixoloqumuz konsultasiya keçirir və bu da düşünürəm ki, qadınlara normal doğum, sezaryen keçməsi açısından, normal doğumun qorxusunu atlatmaq açısından çox yardımcı olur. Bir də onu qeyd etmək istərdim ki, qadınlar xəstəxana seçimi edərkən də, yəni sırf xəstəxananın şəraiti deyil, və sırf həkim deyil. Nəzərə alsınlar ki, hər bir doğum, hər bir qeysəriyyə əməliyyatı, istənilən bir əməliyyat bir ekip işidir, bir komanda işidir. Ona görə də orada icra olunacaq
Yəni komandanın işinə diqqət yetirsinlər, belə deyim. Yəni belə izah edeyim də, doğum əslində çox çətin bir proses deyil və yaxud qeysəriyyə. Amma hər an hər şey ola bilər. Yəni hər an normal doğum dediyimiz çox asan bir süreç, çox ağırlaşmalarla gedə bilər. Uşaqda ağırlaşma meydana gələ bilər. Ona görə də müraciət etdikdə elə bir xəstəxana seçsinlər ki, orada həqiqətən reanimasiya, yeni doğan yoğun bakım ünitəsi və s. tam təchizatlı bir yer olsun ki, gərəkli zamanda gərəkli müdaxilələr həm anaya, həm də uşağa edilə bilsin. Doktor, bəs əkiz hamiləliklərdə fərq nə olur? Əkiz hamilələr də yüksək riskli hamilələr qrupuna daxildir. Bütün əkiz hamiləliklər riskli hamiləlik sayılır? Əkiz hamiləliklər bəli, yüksək riskli hamiləlik hesab olunur. Ümumiyyətlə yüksək riskli hamiləlik dedikdə burada ananın və dölün durumları nəzərə alınır. Anada gestasional diabet varsa, preeklamsiya varsa, əkiz hamiləlikdir, plasentanın yerdəyişmə anomaliyaları və s. kimi durumlar varsa, uşaqda gelişmə geriliyi varsa, bunlar yüksək riskli hamiləlik hesab olunur. Əkiz hamiləlik də eyni zamanda yüksək riskli hamiləlikdir və bunlar da yaxın təqib olunmalıdır. Onun ayrıntılarına məncə çox girməyək. Orada fərqli durumlar var. Bir cift olan durum, iki cift olan durum, onların gedişatı, doğum həftələrinin planlaşdırılması tamam fərqlidir. Ona görə izləyicilər üçün biraz yenə elmi cümlələrə girmiş olacağıq. Doktor, istəyərdim hamilənin qidalanması haqqında da məlumat verərdiniz. Bir hamilə doğru necə qidalanmalıdır? Çünki bizə çox zaman deyirlər ki, 2 canlısan, daha çox ye. Bəzən hamilə o qədər kökəlir və bəzən də hamilə bir xəstə kimi yanaşırlar, tərpənmə, uzan, ayağa qalxma, nə bilim, yerinmə, onu eləmə, bunu eləmə. Hamilə o qədər kökəlir. Məsəl üçün 8-ci, 9-cu ayında hamiləni görəndə tanıya bilmirik. Hamilə necə qidalanmalıdır? Ümumiyyətlə, bəli, belə bir insanlarda düşüncə var. Ki, çox yeməlidir. Ki, çox yeməlisən. Xüsusilə anaları, evdə qaynanalar və s. tərəfindən 2 canlısan, 2 insanın əvəzinə yeməlisən. Bu belə deyil. Hamilənin normal qidalanması, normal qidalanma dedikdə, normal sağlam qidalanması bizim üçün kifayətdir. Gün ərzində 2 litr su içməsi çox önəmlidir. Ondan sonra normal vitaminlərlə zəngin, təbii ki, fast fooddan uzaq, bu şəkildə qidalanması öz yediyi qədər qidalanması kifayətdir. Hamiləlikdə isə bizim üçün hamiləlikdə 10-12 kiloqrama qədər çəki alınması ideal hesab olunur. Bizim istədiyimiz hamiləliyin başından sonuna qədər, bəli, 10-12 kiloqram çəki alınmasıdır ki, bu artıq ideal durumdur. Amma bəzən çox çəki alanlar da olur. Bu, belə deyək də, qeysəriyyə əməliyyatına yaxud təbii doğuşa bir problem yarada bilərmi, doktor? Bir qadının həddən artıq çox çəki alması, yaxud çox çəkili qadının hamilə olması? Bəli, çox çəkili qadının hamilə olması və çox çəkili qadın hamilə qalırsa, istər-istəməz hamiləlikdə də aldığı çəki miqdarı da daha çox olur. Biraz da artır. Bəli, biraz da artır və bu xəstələr zaten çox vaxt bu xəstələr elə şəkərli diabet, gestasional diabet, hamiləlik diabeti dediyimiz xəstələr olurlar. Pasiyentlər olurlar, daha doğrusu desək. Bunlarda dölün orantısız böyüməsi dediyimiz bir durum olur. Anada şəkərli gestasional hamiləlik diabeti varsa, dölün daha tosun bebəklər olur. Daha kök uşaqlar olur. Döl də daha çox kilo alır. 5 kilodan çox uşaq dünyaya gətirmişəm. Və təbii ki, bu artıq normal doğum çox çətin olur bu hamilələrdə. Normal doğum zamanı demək, ola bilir. Körpücük başın çıxması və ondan sonra bədən çıxa bilmir bəzən. Bu şəkildə problemlər yarana bilir. Keysəriyyə əməliyyatı zamanı, istər bu hamilələrin keysəriyyə əməliyyatı olduqda isə əməliyyat da nə qədər xəstə bizim üçün, nə qədər zəif bir xəstədirsə, nə qədər arıq bir xəstədirsə, onun əməliyyatı bir o qədər rahat olur. Təbii ki, yüksək kilolu xəstələrdə əməliyyatdan sonra yaranın sağalması və s. bunlar hamısı problem olur. Elə o hamiləliyin təqibi özü belə. Bizim üçün zəif xəstənin ultrasəs müayinəsi eləmək daha asandır arıq xəstənin. Nəinki yüksək kilolu, çünki bəzi anomaliyaları bəzən yüksək kilodan dolayı ultrasəs müayinəsinin dəqiqliyi azala bilər. Gözdən qaça bilər, məsələn, doktor? Yəni ultrasəs müayinəsinin dəqiqliyi, diaqnostika aşağı düşə bilər, belə deyim. Bir də doktor, məsəl üçün multivitaminlər var. Bəzən hamilələr heç həkimlə məsləhətləşmədən deyir, nə ziyan olacaq ki, çox yaxşı multivitaminlərdir. Elə öz başına qəbul edirlər. Bunun hər hansı bir problemi ola bilərmi hamilə üçün? Yəni, heç bir analiz vermədən gedir apteka və multivitaminlər alır, qəbul edirlər. Deyirlər, nə ziyan olacaq ki, vitamindir də? Yox, əlbəttə ki, hər bir şey hamiləlikdə, özəlliklə hamiləlikdə həkim nəzarətində olmalıdır. Biz genəldə hamilələrə, hamiləliyin ilk 12 həftəsində əgər hər hansı bir altda yatan başqa bir xəstəlik və s. başqa bir durum yoxdursa, fol turşusu tövsiyə edirik. Sadəcə fol turşusu.
12 həftəyə qədər, hansı ki, bu dölün onurğa beyinin inkişafı üçün lazımdır. Bu vitamin çatışmadıqda döldə onurğa beyni yarıq əmələ gələ bilər. Gəldik 12 həftədən sonraya. 12 həftədən sonra müasir protokollarda D vitamininin başlanması tövsiyə olunur. Burada da yenə hamilələr bəzən bəli öz başına D vitamin yükləmə dozundan istifadə edirlər və s. Amma burada D vitamin düzeyinə bir baxılıb, əgər defisit varsa o zaman yükləmə dozu istifadə olunmalıdır. Defisit yoxdursa, yəni çatışmazlıq yoxdursa, normal dozadan istifadə edə bilərik və 16-cı həftədə isə artıq biz dəmir takviyesinə başlayırıq hamilələrə və eyni zamanda multivitaminlərə. Amma bu multivitaminlər də yenə həkim nəzarətində olmalıdır. Çünki məsələn vitaminlərin bəziləri elə D vitamini özü olsun, D vitaminin çatışmazlığı müəyyən xəstəliklər yaradır, amma bu D vitaminin zəhərlənməsi belə var. Yəni D vitaminin artıqlığı belə müəyyən xəstəliklərə, müəyyən patoloji hallara səbəb ola bilir. Doktor, adətən hamilələrə elə həkimdə, ailə üzvləri də tövsiyə edirlər ki, mümkün qədər insanlar çox olan yerə getmə, mümkün qədər xəstələnmə, sənə virus keçməsin, infeksiya keçməsin. Hamiləlik üçün təhlükəli viruslar varmı? Hansı ki, heç tövsiyə etmirsiniz də ki, bax, belə bir adamlardan uzaq durmaq lazımdır, həmin yerdə maskalı gəzmək lazımdır. Hansı viruslar var ki, hamiləlik üçün çox təhlükəlidir? Nələrdən daha çox özünü qorumağını tövsiyə edirsiniz, doktor? Yəni genəldə bəli, xüsusilə də qış aylarında epidemiyanın qrip, yuxarı tənəffüs yolları infeksiyalarının yayğın olduğu hallarda biz hamilələrə bu kimi yerlərdə getməyə məcbur qalırsa, maskalardan istifadə etməyi, xüsusi gigiyena vasitələrindən istifadə etməyi, əlləri tez-tez dezinfektanla yumağı və s. məsləhət görürük bu şəkildə. Misal üçün qızılçadır, su çiçəyidir. Əlbəttə. Və yaxud digər virusda bunlar nə zərər verə bilər ki, doktor? Su çiçəyi, məsələn, su çiçəyi dediyimiz bunlar əgər bir hamilənin əgər hamilə olmadığı dövrdə biz bilirik ki, bunlar artıq uşaqlıq vaxtı qadınlara peyvənd olunur. Bəli, keçirmiş olur. Ya keçirmiş olurlar, ya da peyvəndlənmiş olurlar. Məsələn, su çiçəyini deyək, su çiçəyi hamiləliyin ilk 12 həftəsində qadın yoluxursa, bu su çiçəyi virusu döldə xüsusi anomaliyalara səbəb ola bilər və bu anomaliyalar artıq hamiləliyin sonlandırılmasına bir göstəriş olur. Özünü mütləq qorumalıdır. Bəli, bir də doktor, qrip əleyhinə peyvəndlər olur. Bu peyvəndləri də tövsiyə edirsinizmi hamilələrə? Tövsiyə, yəni istifadə edə bilərlər, bəli, qrip əleyhinə peyvəndlərdən. Son sualla da söhbətimizi yekunlaşdırmaq istəyirəm. Doktor, hazırda bizi izləyən hamilə xanımlara nələri tövsiyə edərdiniz? Nələrə daha çox diqqət yetirsinlər? Hamilə xanımlara ilk öncə onu tövsiyə etmək istəyirəm ki, özlərini xəstə kimi qəbul etməsinlər. Ailə üzvləri də etməsin. Bəli, hamiləlik normal fizioloji bir vəziyyətdir. Yəni hər zaman həyat şəraitləri necə olubsa, ondan daha da sağlam yaşamağa çalışsınlar, belə deyək. Gündəlik sağlam qidalanmaları, təmiz havada gəzmələrinə diqqət eləsinlər və hər təhlükəli durumda həkimlərinə müraciət etsinlər. Çünki bəzən bəzi şikayətlər mövcud ola bilər ki, ana bilməyə bilər, amma həkimə müraciət etdikdə o həkim uşaq üçün və yaxud ana üçün çox ciddi bir durum ola bilər. Bu şəkildə. Çünki bəzən əgər qadın hamilədirsə, misal üçün anası yaxud qaynanası deyir ki, 5 uşaq böyütmüşəm, dünyaya gətirmişəm, mən də bilirəm. Amma əslində mütləq, həkimimizin də dediyi kimi, hamiləlik mütləq. Sağlam hamiləlik olsa belə 9 ay həkim nəzarətində olmalıdır. Tək ki, bir problem olmasın, olduğu zaman isə bir mütəxəssis həkim bu problemlərin öhdəsindən gələ bilər. Əziz tamaşaçılar, bizim qonağımız uzman cərrah mama ginekoloq Gülşən Babayeva idi. Əgər hər hansı bir ginekoloji problemlə bağlı həkimlə əlaqə saxlamaq istəsəz, 055 240 47 49 nömrəsinə zəng edə bilərsiniz. Sizinlə isə sağollaşıram və geyimə görə isə Vomma butikə təşəkkür edirəm. Əziz xanımlar, havalar isinir. Əgər qardirobunuzu gözəl geyimlərlə bəzəmək istəyirsinizsə, yolunuzu Vomma butikdən sala bilərsiniz. Hazırda ekranda telefon nömrəsini və Instagram hesabında görürsünüz. Onu da qeyd edim ki, bu mağazada bir sıra geyimlərə çox yaxşı endirimlər də var. Təşəkkürlər Vomma butik. Sizinlə isə sağollaşırıq əziz tamaşaçılar. Sabah yenidən sizin görüşünüzə gəlmək ümidi ilə studiyadan, efirdən ayrılırıq. Sağ olun, sağlıqla qalın.